Salam dostlar, gəlin sizlərlə birlikdə 9 sevgi və nəşriyyatından sınav 8-ci izahına baxaq. Birinci sualda deyir ki, 7-4 hissəsi 21 olan ədədi tap. Biz bir iki hissəsinə görə ədədi tapmaq istəsək, ədədi götürürük, yəni 21-i götürürük, həmin hissəyə bölürük, yəni 7-4-ə bölürük. Biz 1-2 kəsirdə bölmə varsa, onda nə edirik? Birincini saxlayırıq, ikincinin tərsinə vururuq, yəni 21-i vururuq 3-də 7-yə. Burada 21 ilə 3 ixtisar gedir, burada 7 alınır, 7-ni 7-yə vursaq, cavab olacaq 49. Birinci sual oldu. B variantı. İkinci suala baxaq. İkinci sualda bizə deyir ki, A ədədi B ədədinin 200% olarsa, B ədədi A ədədinin neçə faizidir? A ədədi B ədədinin 200%-idir deyir. Onda yazıram ki, A bərabərdir. B-nin 200%-i nə deməkdir? B-ni vurursunuz 200-ə, bölürsünüz 100-ə. Buradan 200 ilə 100 ixtisar gedir. Burada 2 qalır, burada 1. Onda alırıq ki, A bərabərdir 2B-yə. Bizə deyir ki, B ədədi A ədədinin neçə faizidir? Yəni, B ədədi A-nın neçə faizidir deyirsə, B-ni A-ya bölüb 100-ə vurmaq lazımdır. Bu bərabərdir. Biz B-ni olduğu kimi saxlayaq. A-nın əvəzinə yaza bilərik. 2B. Yazıram bura 2B. Onda bunu da vuracam 100-ə. Buradan B-lər ixtisar gedir. Buradan alıram ki, 100 bölünsün 2. Bu da olur 50. Deməli, olur cavab 50%. Sonra 3-cü sualdan davam edək. Üçüncü sualda bizə deyir ki, düzbucaqlı üçbucağın 30 dərəcəli bucaq qarşısındakı kateti 12 olarsa, hipotenuza çəkilmiş medianı tapın. Deməli, düzbucaqlı üçbucaq var. Bizə deyir ki, 30 dərəcəli bucaq qarşısındakı katet 12-dir. Tutaq ki, 30 bura olsun. Bura 30-sa, bura 60 olacaq. 30 dərəcəli bucaq qarşısındakı katet 12-dir. Biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olur. Onda hipotenuz nə olacaq? 24. Digər tərəfdən 60-ın qarşısındakını da tapa bilərik. 60-ın qarşısındakı isə 30-un qarşısındakının kök 3 misli. Yəni 12-nin kök 3 misli tapsaq, olur 12 kök 3. İndi bizə deyir, hipotenuza çəkilmiş medianı tapın. Dostlar, yadınıza saxlamalıyıq ki, düz bucaq təpəsindən çəkilən median hipotenuzun çəkilmiş mediandır. Və düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Hipotenuzumuz 24-dürsə, həmin bu median isə onun yarısı, yəni 12 olmuş olacaq. Olacaq onda B variantı. Dördüncü sualda. Şəkildə düzbucaqlı tərəflərini paralel xəttlərlə kiçik düzbucaqlara bölünmüşdür. Bizdən soruşub ki, rənglənmiş hissənin sahəsini çoxaytı şəklində göstər. Gəlin bir yerdə baxaq. Deməli, burada fikir versəz əgər, gəlin bunu 2 hissəyə bölək. Bunu buradan çəkim, bunu 2 hissəyə böldüm. Bura x-dır. Eni x-dır. Uzunluğunu tapmaq istəsəzsə, buradan buranı tapmaq lazımdır. Fikir versəz, neçə dənə bir görürsünüz burada? 3 dənə, bir dənə x-ımız var. Onda buranın uzunluğu nə olacaq? X üstə gəlsin 3. Onda gəlin bu hissənin sahəsini tapaq. Bu hissənin sahəsini tapmaq üçün nə edəcəm? X-i vuracam, x üstə gəlsin 3-ə. Bu da bizə verəcək x kvadratı üstə gəlsin 3x. Biz baxırıq ki, rənglənmiş hissə bir də buradan ibarətdir. Bir dəqiqə bunu fərqli rənglə göstərək. Aha. Deməli, burası x, burası 1-dirsə, sahəsini tapsam nə edirəm? X-i 1-ə vururam. O da olur, x vurulsun 1, elə x. İndi, ümumi sahə bu ikisinin cəminə bərabərdir. Bu ikisini toplasam, onda alınacaq, x kvadrat üstə 3x üstə x gəlsəm, olur, x kvadrat üstə gəlsin 4x. Bu da cavab olur, D variantı. 5-ci. Deyir ki, bu ədədin tam hissəsini tapın. Bu ədədin tam hissəsini tapaq. Gəlin bir yerdə baxaq. Bu ədədin tam hissəsini tapmaq istəyiriksə, mən burada 8-in əvəzinə, kök 8-in əvəzinə kök altında 4 vurulsun 2 yaza bilərəmmi? Yaza bilərəm. Bu nə verir bizə? Kök 4-dən kök alsam 2 çıxır, kök 2 isə kökün altında qalacaq. Kök 18-in əvəzinə isə yazıram, kök altında 9 vurulsun 2. Kökdən 9, 9-dan kök alsam 3 eləyir, kök 2 isə qalır kökün altında. İndi burada bu ikisini toplayıb. Biz də bu ikisini toplasaq, alırıq ki, 2 kök 2 üstə gəlsin 3 kök 2. Bu da bizə nə verir? 5 kök 2. Bunun tam hissəsini tapmaq üçün burada 5-i kökün altına salmaq lazımdır. Biz bir ki, kökün qüvvəti 2-dir. Onda 5-i kökün altına salsaq, 5-in kvadratı, yəni 25 olacaq. Onu da vururuq kökün altındakı 2-yə. Bu edir bizə kök 50. İndi kök 50-nin tam hissəsini tapaq. Kök 50 7 ilə 8-in arasında yerləşir. Niyə? Çünki kök 50 bizdə, fikir versəz, kök 49 ilə kök 64-in arasında yerləşir. 7 ilə də 8-in arasında yerləşirsə, demək 7 tam neçədirsə bu ədəd. Demək tam hissəsini soruşursa cavab olur 7. Sonra 6-ya baxsaq. Deyir ki, kvadrat tən kökəndən biri 1 olarsa, Q-nü tap.
Kvadrat tənliyin köklərindən biri 1-dirsə, deməli, tənliyin kökü x-in qiymətidir. X-in yerinə gətirib 1 qoysaq, 1-in kvadratı 1, çıxılsın 5 vurulsun 1, 5 üstə gəlsin q bərabər olub 0-a. Buradan aram ki, mənfi 4 üstə gəlsin q bərabər 0-a. Buradan q bərabər olacaq 4-ə. Cavab olur 6-da D variantı. Deməli, bu 7-ci sualda bizə bu tənliklər sistemindən x-i tap deyir. Bu tənliklər sistemini həll etmək üçün ən rahat yol, yəni birinci tərəfi 3-ə vuraq. Birinci tərəfin hər tərəfini 3-ə vursaq, alacağıq ki, 1 bölünsün x-i 3-ə vursam, alıram 3 bölünsün x. 1 bölünsün y-i 3-ə vursam, alıram 3 bölünsün y, bərabərdir. 5 bölünsün 6-nı 3-ə vursam, alacağım 15 bölünsün 6. Aşağıda isə almışıq ki, 2 bölünsün x üstə gəlsin, 3 bölünsün y bərabərdir, 13 bölünsün 6-ya. Gəlin bu sistem tənliyi həll edərkən tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxsaq 3 bölünsün y gedəcək. Onda alırıq ki, 3 bölünsün x çıxılsın 2 bölünsün x bərabərdir. 6-da 15-dən də 6-da 13-ü çıxsaq alırıq 6-da 2. Buradan bunun qiyməti olur bizdə x-da 1 bərabərdir 6-da 2-yə. Burada tənasübdən istifadə edib çarpaz vursam 2x bərabərdir 6-ya, x bərabər olacaq 3-ə. Deməli 7-ci sualda cavab olacaq D variantı. 8-ci sualda deyir, A və B ardıcıl təşkilatlı ədədlər olarsa, Əbu Babini tapın. Biz bilir ki, ardıcıl təşkilatlı ədədlər qarşılıqlı sadə ədəd sayılır və qarşılıqlı sadə ədədlər nə bu? 1 olacaq. 9-cu sualına davam edək. ABCD bərabər yan trapesiyasının daxilinə çevrilə çəkilib. Burada A28, M2 olarsa trapesiyanın sahəsini tap deyir bizə. Burada deməli, biz deyir ki, bərabər yanlıdırsa, onda biz buranın da 2, buranın da 8 olduğunu deyə bilərik. Çünki bərabər yanlıdırsa, yan tərəflər bir-birlərinə bərabər olmalıdır. Burada bilməliyik ki, bir nöqtədən çəkilən toxunanlar bir-birinə bərabər olur. Yəni, buradan çəkilən toxunan 8-dirsə, buradan çəkilən toxunan da 8-dir. Digər tərəfdən, buradan çəkilən toxunan 8-dirsə, buradan burada çəkilən toxunan 8 olacaq. Buradan bura 2-dirsə, buradan burada 2-dir. Buradan bura 2-dirsə, buradan burada 2-dir. İndi biz bilirik ki, sahəmiz nədir trapesiyanın sahəsi? Orta xətt vurulsun, hündürlük. Orta xətt isə oturacaqlar cəminin yarısıdır. Oturacaqlar cəmini tapsaq, 8-dən üstə 8 gəlsəm, 16 eləyir. Üst oturacağı 2 üstə gəlsin 2, 4 eləyir. Bunu 2-yə bölsəm, bu eləyir 10. Orta xətti tapdıq. Bizə lazımdır bir də hündürlüyü tapaq. Hündürlüyü tapmaq üçün buradan bir dənə aşağı perpendikulyar indirirəm. Burada fikir verin. Buradan bura neçə santidir? 2. Buradan bura 2-dirsə, buradan bura 8 idi axı. 8-i tamamlamaq üçün bura 6 olur. İndi fikir verin. Buradan bura 10-dur, buradan bura isə 6-dır. Hündürlüyü tapmaq üçün nə edəcəm? H-ı tapmaq istəyirəmsə, kökün altında Pifaqordan istifadə edirəm. 100 çıxılsın, yəni onun kvadratı çıxılsın, 6-ın kvadratı, yəni 36. Bu da edir bizdə kök altında 64. Deməli, hündürlüyüm olur 8. Orta xəttdə 10 tapmışdım, hündürlüyü də 8. Bunları bir-birinə vursaq, cavab olur 80. Deməli, oldu C variantı. Deməli, 10-cu suala baxsaq, x kvadrat üstə gəlsin, 2x üstə gəlsin, 3 böyükdür 0 bərabərsini həll elə deyir. Burada birinci mən bunun köklərini tapmalıyam. Bunun köklərini tapmaq istəsək, diskriminant bərabər olacaq. B kvadratı çıxılsın 4AC. Buradan alıram ki, B kvadratı 4-dür, çıxılsın 4AC. A-mız 1-dir, C-miz 3-dür. 4-ü 1-ə vursam 4, 3-ə vursam 12. Buradan alıram ki, diskriminant 0-dan kiçik olur. Fikir verin, dostlar. X kvadratı üstə gəlsin, 2x üstə gəlsin, 3 kvadratik funksiyadır. Kvadratik funksiyada diskriminant 0-dan kiçik, A-mız isə 0-dan böyükdür. Mən bunu burada qrafikdə qeyd eləsəm, bizim qrafikimizdə A-mız 0-dan böyüksə parabola üzü yuxarı olur. Diskriminant 0-dan kiçikdirsə, o deməkdir ki, bu vəziyyətdə keçir, yerləşir. Yəni, o x-oxun kəsmir. Buradan nə görürük? Bizim bu funksiyamız həmişə müsbət qiymət alır. Ona görə bu bərabərsizliyin həlli həmişə doğrudur. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluqda ödəyəcək. Üçbucağın bir təpəsindəki daxili bucaq xarici bucağına bərabərdir. Bu üçbucağın növünü müəyyənləşdirək. Deməli, üçbucağın, tutaq ki, belə bir üçbucaq çəkək və burada bura olsun beta, bura olsun alfa. İndi fikir verin, deyir ki, bir daxili bucaq xarici bucağına bərabərdir. Onda mən burada betanın yerinə deyil, alfa yaza bilərəm. Biz bilir ki, daxili bucağına xarici bucağın cəmi neçə dərəcə olacaq? 180. Çünki həm qonşudurlar, həm də açıq bucağı mənə gətirir. Onda alıram ki, 2 alfa bərabər 180, alfa bərabərdir 90. Onda belə qərara gəlirik ki, bu bir dənə halda mümkün olar. O vaxt mümkün olaraq ki, 90 dərəcə, yəni düz bucaqlı üç bucaq olsun. Düz bucaqlı üç bucaqda, yəni daxili bucaqla xarici bucaqlar bir-birinə bərabər ola bilər. Yəni ikisi də 90 dərəcə olmuş olacaq. 12-ci suala baxsaq, qrafikə verilən funksiyanın qiymətlər çoxluğuna daxil olan tam ədədlərin cəmini soruşur.
Burada fikir versəz, əgər x-in belə deyək də, bunun təyin oblastıdır, yəni dy bizdə -3-dən 4-ə kimidir. Və bu aralıqda funksiyanın qiymətlər çoxluğuna, yəni y-in aldığı qiymətlərə baxaq. -3-də 2 alıb, funksiya biraz qalxacaq, 3 qiymətini alacaq, biraz yuxarıda 4 qiymətini alıb, 1-də 5 qiymətini alıb, yəni bu qiymətlərin hamısını alıb. İndi aşağı indikcə yenə 3-ü, 4-ü, 2-ni, hər hansı bir qiymətdə burada 1 alacaqmı? Alacaq, deməli 1-i də alıb. Sonra aşağı düşsək əgər, hər hansı bir qiymətdə -1 alırmı funksiya? Alır. Deməli, onda üstə gəlsin -1 də yazıram. Bir də 4 qiymətində hansı qiymət alır funksiya? -2, -2 ilə burada qeyd edirəm. Burada indi bunların cəmlərsək, -1-lər 1 getdi, -2 ilə 2 getdi. 3-ün üstə 4 gəlsə 7, 7 üstə 5 gəlsə 12. Deməli, qiymətlər çoxlu olur 12. Vəssalam. Burada əslində bu şəkildə yazmasaz da bu funksiyaya belə də baxa bilərsiniz. Bunun maksimum qiyməti nədir? 5. Minimum qiyməti nədir? -2. Deməli, 5 -2 parçasında bütün qiymətləri alıb, qiymətlər çoxlu. Bunları da toplasaq 5, 4, 3, 2, 1, 0-ın özü də var burada təbii ki. -1 və 2. -2. Bunları da toplayıb yenə də elə 12 cavabını ala bilərsiniz. Yəni bu şəkildə də eləmək olar. 13-cü sualda deyir ki, A və B hadisəsinin 5-ə bölünməsindən alınan qalığı tapın. A-nı B-yə vursaq 3579-u vuracağıq 52862-yə. Bir dəqiqə. 52862. Bunun 5-ə bölünməsindən alınan qalığı tap deyirsə, təbii ki, vurub tapmayacağım. Birinci ədədi götürürük. Bunun 5-ə bölünməsindən alınan qalığı tapmaq istəyirik. 5-ə bölünmə əlaməti nə idi? Sonu 0 və yaxud da 5 ilə bitsin. Bunun sonu nədir? 9. 9-un 5-ə bölünməsindən alınan qalıq 4-dür. Yazdım bura. İndi bu ədədi götürüm. Sonu nədir? 2. 2-in 5-ə bölünməsindən alınan qalıq 2-dir. Deməli, neynədim? Hər iki ədədin qalığını tapdım 5-ə bölünməsindən alınan. Sonra aradakı işarə vurmada yazıram bura. 4-ü 2-yə vursaq 8. 8-in 5-ə bölünməsindən alınan qalıq neçə olacaq? 1, qalıq 3. Bizdən də qalığı soruşursa 3-ü götürdük. 14-cü suala baxsaq, bizə deyir ki, ədədin 45% onun hansı hissəsidir? Tutaq ki, ədədi götürək 100. 100-ün 45%-ni tapsaq, 100-ü vururuq 45-ə, bölürük 100-ə. Burada 100-lər ixtisar gedəcək, alınacaq 45. İndi bizə deyir ki, 45 100-ün hansı hissəsidir? Yəni, neyinirsiniz? 45-i bölürsünüz 100-ə. Burada 5-i ixtisar getsə, alınacaq 20-də 9. Deməli, cavab oldu Y variantı. 15-ci suala fikir verirsək, deyir tənasübündən x-i tapın. Buradan x-i tapmaq üçün tənasüb nə idi? Orta ədədlərin hasili kənar ədədlərin hasilinə bərabər idi. Tənasübün əsas xassəsi. Onda nə yazacağam? X-i 12-yə vursam, yəni 12x bərabər olacaq, 18 vurulsun 8-ə. Buradan x-i tapmaq üçün 18-i vururuq 8-ə, bölürük 12-yə. 6-yı ixtisar aparsam, burada 3 qalır, burada 2 qalır. 8 ilə 2-ni ixtisar aparsam, burada 4 qalır, 4-ü 3-ə vursaq, elədi cavab 12. Deməli, 15-də cavab olur C variantı. Növbəti 16-cı suala baxaq. Bizdən NA üstəgənlisin MB-ni soruşur. Burada fikir versəz əgər, NA nədir? A-ya daxil olan elementlər, yəni bu. 2, 4, 6. Fikir verin, neçə ümumi elementi var? A-ya daxil olan mavi içərisində neçə elementi var? 6. Deməli, NA-mız 6-dır. İndi MB-ni tapsaq əgər, B-nin içərisində neçə element görürsünüz? 4 dənə. Deməli, MB-miz 4-dür. 6-da üstə 4 gəlsəm, cavab elədi 10. Sonra, kvadratın tərəfini 9 dəfə artırsaq, perimetri deyir neçə dəfə artır? Biz orada P bərabərdir 4A yazırıq. Bu nəyə oxşuyur? Y bərabərdir KX funksiyasına oxşuyur. Y bərabərdir KX funksiyası necə aslıdır? Düz aslıdır. Yəni, o deməkdir ki, düz aslıdırsa, onda belə nəticə gəlir ki, perimetr tərəfdən düz aslıdır. Yəni, siz tərəfi 4 dəfə artırsaz, elə perimetri də 4 dəfə artırmış olacaqsınız. Yox, indi üzr istəyirəm, burada 9 dəfə deyir. Burada 9 dəfə artırsaz, deməli, perimetri 9 dəfə artırmış olacaqsınız. Yəni, tərəflə perimetr düz aslıdır. Yox, sizə sahə desə, sahə nədir? S bərabərdir A kvadratıdır. Siz burada tərəfi 9 dəfə artırırsınızsa, fikir verin, A kvadratıdır. Deməli, 9-un kvadratı qədər artacaq sahə. Sahə soruşsaydı, sahə 81 dəfə artardı. Yəni, burada cavab olur, 9 dəfə artır. Burada sonra 18-ci suala baxsaq, deməli, x üstəgəlsin y bərabərdir 4-dür, x y 3 olarsa, bunu tapın. Biz bir ki, x kubu üstəgəlsin y kubunun əvəzinə, x üstəgəlsin y-in kubu çıxılsın 3xy vurulsun x üstəgəlsin y yaza bilərik.
Bizə verib ki, x üstəgəlsin y neçəyə bərabərdir? 4-ə. Onda 4-ün kubu çıxılsın 3xy, yəni 3 vurulsun 3, x üstəgəlsin y-in yenə yazıram 4. 4-ün kubu neçə edir? 64. Çıxılsın 3-ü 3-ə vursam 9, 9-u 4-ə vursam 36. 64-dən 36-nı çıxsaq alacaq ki 28. Bəs tamam. Bu düsturu bilsək sual eləyə biləcəyik. 19-cu sualda perimetri 56 cm, orta xətti isə 15 cm olan bərabəryan trapeziyanın yan tərəfi neçə santimetrdir? Deməli, bərabəryanlı trapeziya çəkirəm və bura A, B-dir. Sizə deyir ki, perimetri 56-dır. Burada C yazım. Orta xətt nə idi? A üstə gəlinsin, B bölünsün 2. Oturacaqlar cəminin yarısı. Sizə deyir ki, bu 15-ə bərabərdir. Onda burada A üstə gəlsin, B-nin 15 vur 2, yəni 30 olduğunu tapırıq mı? Tapırıq. A üstə gəlsin, B-miz 30-dursa, ümumi perimetrimdə 56-dır. Onda yan tərəflərə ümumi neçə santı qalır? 56 çıxılsın 30, yəni 26 cm qalır. İndi fikir verin. Yan tərəflərin x-inin cəmi 26-dır. Onda bir dənə C-yə nə düşür? 13 cm. Deməli, cavab olacaq 13 cm. 20-ci sualda düz xətt üzərində 4 nöqtə qeyd olunmuşdur. A-nın şüaların sayını tapın. Ümumiyyətlə, A-nın şüaların sayını tapın deyirsə, şüaların sayı 2-nin üstündən hesablanır. Onda olacaq 2 vurulsun 4 bərabərdir 8. 21-ci sualda ədəd oxundan 15 ədədindən 3 vahid məsafədə olan kiçik ədəd tapın. Burada niyə kiçik ədəd deyib? Ədəd oxunda 15 ədədini qeyd edirəm. 3 vahid məsafədə deyirsə, bizim 3 vahid məsafədə ədəd burada da yerləşə bilər. Biz bir ədəd oxunda sağ tərəfə gedirəmsə, ədədim artır. 3 vahid artırsam 18 olar. Bir də belə ola bilər. 3 vahid geriyə doğru. 3 vahid geriyə getsəm nə olacaq? 12. Kiçik ədədim hansıdır? 12. Böyük desəydə 18-i götürərdiniz. Sonra 22-ci sualda. Oturacaqları 3 və 5 olan trapeziyanın orta xətti 6 olarsa kiçik oturacağını tapın. Biz bilirik ki, trapeziyada, yenə əslində bu sualda nə qədər işlədik, orta xətt nədir? 3A üstə gəlinsin 5A bölünsün 2. Yəni 8A bölünsün 2-dir. Bu da bizə verir ki, 4A-dır. Yəni orta xətt nədir? Oturacaqlar cəminin yarısıdır. 4A-mız deyir ki, 6-ya bərabərdir. Onda A-nı tapıram. 1,5. Kiçik oturacağını tap deyirsə, kiçik oturacağımız 3A-dır. Yəni 3-ü vurursunuz 1,5-ə. Bu da eləyəcək bizdə 4,5-ə. Burada 25 nəfərlik 23-cü sualda 25 nəfərlik konferans iştirakçısının 15 rus dilini, 17 ingilis dilini, 11-i tərk dili bilir. Təsadüfi olaraq seçilən bir nəfərin ingilis və ya rus dili bilməsi hadisəsinin ehtimalını tapın. İngilis və ya rus dili bilinirsə, deməli bizdən bu çoxluqların birləşməsini soruşur. Onda A-nın B-nin birləşməsi bərabərdir. Biz bilirik ki, N-A üstə gəlinsin, MB çıxılsın, N-A-nın B-nin kəsişməsinə bərabər idi. Biz burada A-nın B-nin birləşməsini bilmirik. Deyərsiniz ki, axı 25 nəfər var. Birləşmə 25 nəfər bilməz. Ola bilər də, amma ola bilməz. Niyə? Çünki ola bilər ki, orada heç bir dili bilmir. Onda N-amızın yerinə yazırıq 15 nəfər. MB-mizin yerinə, yəni ingilis dilinin yerinə yazırıq 17 nəfər. Hər iki dili bilən, yəni kəsişənlərin yerinə yazırıq 11. 15-in üstə 17 gəlsəm, eləyir 32. 32-dən 11 çıxsam, eləyir 21. Deməli, 21 nəfər ingilis və ya rus dilini bilir. 25 nəfər var ümumi. 21-i bilirsə, demək 4 nəfər bilməyəcək. Yəni, bilməyənlər də ola bilər burada. İndi bizə deyir ki, hadisənin ehtimalını tapın. 21 nəfər bilir, ümumi isə 25 nəfər var. Onda olacaq 25-də 21. Bu da onluq kəsrə çevirsəz əgər, 21-i bölməlisiniz 25-ə. Bunu da bölmək üçün rahat gəlin 100-ə gətirim. 100-ə gətirsə olur %84. %84 də 0,84 deməkdir. Deməli, ehtimal olacaq 0,84. 24-cü sualda K-nın hansı qiymətində bu kvadrat tənliyinin hər iki kökü sıfırdır. Kvadrat tənliyin hər iki kökün sıfır olması o deməkdir ki, bu kvadrat tənliyinin kökləri cəmi də sıfırdır, hasil də sıfırdır. Yəni bizdə burada x1 üstə gəlsin x2 nəyə bərabərdir? Mənfi k-ya. x1 vurulsun x2 nəyə bərabərdir? K kvadrat çıxılsın 2k-ya. Biz bunların ikisini də sıfıra bərabər eləməliyik. Buradan ikisini də sıfıra bərabər eləsəm əgər, onda mənfi k-mız sıfıra bərabərsə k-mız olur 0. Burada k kvadrat çıxsın 2k-mız da sıfıra bərabərsə k-nın mötərizə xaricini çıxarsam k vursun k çıxı 2 bərabər 0 olur. Buradan k-nın hasilin 0 olması üçün hər bir vuruq ayrı-ayrıda sıfıra bərabər olmalıdır. Bunu sıfıra bərabər eləsəm k bərabər 0 alınır. Bunu sıfıra bərabər eləsəm k bərabərdir 2 alınır. Burada 2-ni götürə bilmərəm.
Niyə götürə bilmirəm? Çünki mənə deyir ki, hər iki kökü 0 olsun. Ona görə hasildə 0 olmalıdır, cəm də 0 olmalıdır. Onda k-nın hansı qiymətidir? 0 qiymətidir. Yoxsa desək ki, bir kökü 0 olsun, bir kökü 0 olsa desəydi, onda siz cavabı 0 əvəzinə 2 götürməliydiniz. 25-ci sualda. 25-ci sualda əküb AC 120 olarsa B-ni tap deyir. Burada fikir versəz, burada A-nın qiyməti 2-dir, B-nin qiyməti 3-dür. Burada B-nin qiyməti 2-dir, C-nin qiyməti 5-dir. Burada fikir verməli məqam odur ki, burada B 3 alıb, burada B 2 alıb. İkisi də fərqli qiymət ala bilməz bəy. Eyni qiymət almalıdır. Ona görə 3 ilə 2-nin əkobunu tapırsınız. 3 ilə 2-nin əkobu nəyə bərabərdir? Qarşılıqlı sadə ədədlərdir deyə 6-ya. Onda mən burada bu kəsri 6-ya gətirmək üçün məxrəci, yəni 3-ü 6-ya gətirmək üçün tamamlayıcı vuruğu 2 olur. Onda mən burada A bölünsün B-nin əvəzinə tamamlayıcı vuruğu 2 yazsam, 6-da 4 yaza bilərəm də. Digər tərəfdən B-nin 3 qiymətini 6-ya gətirdim. İndi 2 qiymətini də 6-ya gətirməliyəm. Onu 6-ya gətirmək üçün tamamlayıcı vuruğu nə olacaq? 3. Onda cavab nə olur? 15-də 6. İndi burada fikir verin. A-nın qiyməti oldu 4K. B-nin qiyməti oldu 6K. Burada fikir verin, B-lər bərabərləşdi. Burada da B-də 6K-dır. C-miz isə 15K-dır. Bizə verib ki, əkob AC 120-dir. Əkob AC. A-nın qiyməti nədir? 4K-dır. C-nin qiyməti nədir? 15K-dır. Bərabər olmalıdır 120-yə. Burada deməli, əkobda belə bir qayda var. Evklid algoritmi deyirlər. Biz ortaq vuruğu əkobdan kənara çıxarda bilərik. Ortaq nə var? K. K-nı kənara çıxartsaq, onda da ki, K vurulsun əkob. Ki, K-nı kənara çıxartdıqda, burada K-nı çıxartdıqsa 4 qalır. Burada K-nı çıxardırsınızsa 15 qalır. Bərabər olmalıdır 120-yə. 4 ilə 115-in deməli, əkobu nədir? 60. Onda bunun yerinə 60 qoyursunuz. 60 da K-ya vursaq 60K. 60K-mız 120-dirsə, K-mız nə olacaq? 2. Bizdən nəyi soruşur? B-ni soruşur. B-miz nə idi? 6K. 6-nı vursaq həmin K-ya, yəni 2-yə neçə olacaq? 12. Deməli, cavab olacaq 12.